Salam əziz və hörmətli Livestream FM izləyiciləri. Bugünkü görüşümüzə tibb elmləri doktoru, dosent, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Yasmin Rüstəmova ilə çıxmışıq. Yasmin xanım, xoş gəlmisiniz verilişimizə. Xoş gördük, dəvətinizə görə təşəkkür edirəm. Sizinlə çox maraqlı söhbətimizin olacağına inanıram. Başlamaq istəyirəm sizin karyera yolunuzdan. Hansı anda kardiologiyanın sizin üçün düzgün ixtisas olduğunu anladınız? Əvvəlcədən ümumi tibb üzrə oxuyub sonradan kardiologiyaya mı yönəldiniz, yoxsa öncədən kardiologiyanı seçmişdiniz? Bu barədə məlumat versəniz düşünürəm ki, maraqlı olar izləyicilərimizə. Əslində həkim seçimi və xüsusilə də peşə seçimi biraz çətin məsələdir. 6 il ərzində biz fərqli kafedraları görürük, fərqli xəstəlikləri görürük və bəzən də qərar verməyə çətin olur. Tam 6 il oxuduqdan sonra düşündüm ki, mən ya kardioloq ola bilərəm, ya da anestezioloq, reanimatoloq ola bilərəm. O zaman həmişə mənə dəstək olan ailəm gəldi ki, müzakirə etdik və düşündük ki, ən gözəl kardiologiya olacaqdır. Heç peşman deyiləm. Çox gözəl bir seçimdir. Ümumiyyətlə həkimlik çox gözəl bir peşədir. Ondan zövq alıram və kardioloq olmaqla da heç peşman deyiləm. Azərbaycanda hal-hazırda bu ixtisasda oxuyan gənclər üçün və yaxud da gənclərin bu ixtisasa gəlməsi üçün hansısa təşəbbüslər həyata keçirilirmi ki, onlar da məhz kardiologiyanı seçsinlər? Açığı sırf kardiologiyaya yönləndirilmiş belə bir hər hansı bir layihələri mən bilmirəm. Amma düşünürəm ki, hər bir kafedra ki, mən də bir Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedranın dosenti olaraq hər bir ixtisasçı, hər bir peşəkar mütəxəssisliyini daha da yaxşı göstərmək istəyir və biz də eyni şey edirik. Açığı kardiologiyaya gəlmək bu çox fərdiləşmiş bir şeydir. Fərdi insanlara bağlı olan bir şeydir. Kardiologiya yolu kifayət qədər çətindir. İnsan buna hazır olmalıdır, fədakar olmalıdır. Öz həyatını bəlkə də digər insanlara da həsr olunmasına hazır olmalıdır ki, hər kəs buna hazır deyil. Bunun seçimi düşünürəm ki, 5-ci, 6-cı kursdan sonra qərar verməyə daha düzgündür. Anlamadan bu peşəyə gəldikcə də daha sonra ondan bəlkə də narazı olub, özünü bəlkə də xoşbəxt hiss eləmədiyinə görə ola bilər ki, insanlar narazı olsunlar. Amma bu çox fərdi bir şeydir. Düşünürəm ki, hər bir bu seçimi edən insan hazır olmalıdır bunun üçün. Yəqin ki, onu həmin seçimi etməyə eləməz 5-ci, 6-cı kurslarda artıq başa düşürlər ki, biz kliniki kafedra olduğuna görə ən çox 4-cü, 5-ci və 6-cı kursları görürük. İxtisasca kardioloq olaraq daha çox kardiologiya fənni keçirəm və daha çox artıq 6-cı kursa gələn, daha çox klinisistlərə dərs deyirəm və mənim üçün daha rahat olur. Çünki məndən əvvəl artıq uşaqlar hazır formada gəlirlər və mən də öz tərəfimdən həmişə bunlara mühazirələrimdə çalışıram ki, motivasiya edim, ilham verim ki, həkimlik çox gözəldir və xüsusilə də kardiologiya çox gözəldir. Bu arada üzümü izləyicilərimizə tutub bir yeniliyimiz haqqında demək istəyirəm. Bu verilişdən etibarən bizim verilişlərimizdə istənilən bir sual olacaq izləyicilərimizə və bu suala doğru cavab verən izləyicilərimiz Paşa Həyat Sığorta tərəfindən hədiyyə qazanacaqlar. Bugünkü sualımız da məhz ürəklə bağlıdır. Bir sitat səsləndirəcəm. Bu sitatın hansı əsərdən olduğunu və onun müəllifini yazan izləyicilərimiz təsadüfi yolla qalib seçiləcəklər. Sitat isə belədir. Yalnız ürəklə düzgün görmək olur. Vacib olan şeylər gözə görünməz. Bu sitatın hansı əsərdən olduğunu və müəllifini düzgün qeyd edən izləyicilərimiz təsadüfi yolla seçilərək Paşa Həyat Sığorta tərəfindən hədiyyə qazanacaqlar. Sizin kardiologiyanı seçməyinizlə bağlı danışdıq. Bir də bir neçə il əvvəl siz kardiologiya belə deyirsiniz ki, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri olaraq seçilmisiniz. Bu barədə danışmağınızı istəyərdim ki, sədr seçildikdən sonra hansı prioritetləri özünüz üçün müəyyənləşdirdiniz ki, nələr etməlisiniz? Kiçik bir düzəliş edim. Azərbaycan Kardiologiya sədri olaraq mən keçən ilin dekabr ayında seçilmişəm. Cəmi demək olar ki, 2 aydır mən aktiv fəaliyyət göstərirəm sədr olaraq. Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri olaraq bizim əsas 2 istiqamətimiz var. Bir, peşəkar kardioloqlar üzrə, 2, ictimaiyyətə görə. Kardioloqlarımızı təhsil verməyə çalışırıq və bu təhsil çox yüksək səviyyədədir. İl boyunca məsəl üçün bizdə 4 böyük toplantı, beynəlxalq toplantı planlaşdırılır, 4 regional toplantılar, bundan başqa da il boyunca fərqli kurslar təşkil edilir. Bu elektrokardioqramma kursu, ekokardioqrafiya kursu, ürək görüntüləmə kursu, invaziv kardiologiya kursu, yəni daima AKC fəaliyyətdədir. Bundan başqa da mənim əsas prioritetim Azərbaycan Kardiologiya Cəmiyyətinin ictimaiyyətə nüfuzunu qaldırılmasıdır. Niyə? Çünki ürək damar xəstəlikləri bütün dünyada və həmçinin də Azərbaycanda ilk sıralardadır. Ümumi populyasiyanın invalidizasiyasında, xəstələnmə, ölüm səbəbi olaraq Azərbaycanda da həmçinin ilk sıralardadır ürək damar xəstəlikləri. Bundan başqa da onu da deyim sizə ki, Azərbaycan bütün dünyada kardioloji xəstəliklər ölüm səbəbi olaraq 2-ci yerdədir. Təsəvvür edin, dünya üzrə, Tacikistandan sonra. Ona görə də bizim əsas missiyamız ictimaiyyətə ürək damar xəstəlikləri nə qədər vacib olduğunu çatdırılmaqdır
aparılmasıdır. Onun profilaktikası aparılması mümkündür və bu profilaktik tədbirlər nədən ibarət olduğundan əsas istiqamətlər bunlardır. Artıq işlər başlanılıb və bir aydır ki, ölkənin bütün radiolara, məsəl üçün arterial təzyiqin ölçülməsinin vacib olduğunun, çünki insanlar ən azından bundan xəbərdar olmalıdırlar ki, onların arterial təzyiqi yüksəkdir. Ondan sonra da həkimə müraciət etməlidirlər. Ona görə məsəl üçün bu kiçik təşəbbüskar bundan ibarətdir ki, məsəl üçün ölkənin bütün radiolara bu audio rolikin getməsidir. İkinci ictimaiyyətə olan maarifləndirici videoların paylanmasıdır. Azərbaycan Kardiologiya Cəmiyyəti 11 idarə heyətindən ibarətdir. Bundan başqa da işçi qruplarımız vardır və hər kəs bu işə daxildir, hər kəs bu işi görür. Maarifləndirici videolar paylaşırıq. Ürək-damar xəstəlikləri haqqında, ürək-damar xəstəliklərə gətirə biləcək risk faktorları haqqında və ümumiyyətlə pis vərdişlər və s. yəni bundan danışırıq. Bundan başqa mənim əsas məqsədim Azərbaycanda ictimai yerlərdə xarici defibrillatorların yerləşdirilməsidir. Bu çox vacib bir məsələdir. Proqram nədən ibarətdir? İctimai yerlərdə xarici defibrillatorların yerləşdirilməsidir. Qəfləti ölümün profilaktikasının aparılması deməkdir. Xüsusən də Bakı şəhəri 2026-cı ildə idman paytaxtı olaraq elan olduğuna görə mən düşünürəm ki, bugünkü gündə bu Azərbaycan və Bakı üçün çox vacib bir məsələdir. Hal-hazırda varmı, yoxsa düşünülür, planlaşdırılır bu nə? Hal-hazırda bu layihələrə gerçəkləşdirilməsi üçün bir sıra addımlar atılmışdır və düşünürəm ki, ən yaxın zamanda biz rəsmi olaraq bunu açıqlayacağıq. Çox yaxşı təşəbbüsdür. Təşəkkürlər buna görə. Mən düşünürəm ki, bu çox vacib bir məsələdir. İctimai yerlərdə dediyimizdə alış-veriş mərkəzləri, metro stansiyaları, universitet kampusları, bir sıra böyük gipermarketlər bunlar nəzərdə tutulmuşdur. Yasmin xanım, növbəti sualım Azərbaycanda cəmiyyətin ürək-damar xəstəliklərinə, ümumiyyətlə kardiologiyaya olan münasibəti haqqındadır. Sizcə son illərdə bizim cəmiyyətimizdə hər hansı bir dəyişikliklər hiss edirsinizmi yəni? Daha yaxşı olar ki, müsbət olsun əlbəttə ki bu. Düşünürəm ki, insanların çoxusu artıq ürək-damar xəstəliklərinin nə qədər vacib olduğunu dərk ediblər. Bu çox vacib bir məsələdir. İnsanlar artıq arterial təzyiqi ölçürlər, poliklinikaya müraciət edirlər. Əgər hər hansı bir narahatçılıq olduğu halda, biraz dərman riayətkarlığı baxımından biz problem yaşayırıq. İnsanlar hələ də xəstəlikləri xroniki olaraq deyil, bir kəskin bir hal düşündükləri halda, doktor mən bu dərmanı nə qədər içməliyəm deyə düşünürlər və təəssüflər olsun ki, kardioloji xəstəliklərin əksəriyyəti xroniki bir xəstəliklərdir. Xroniki xəstəlik isə davamlı müalicə tələb edir. Davamlı müalicə tələb edən bir xəstəlik psixoloji tərəfindən bəlkə də narahat edərək davamlı olaraq uzun müddətli, mütəmadi olaraq dərmanları qəbul etmək istəmirlər. Bəlkə də bir tərəfdən öz xəstəliklərini qəbul etmək istəmirlər. Bəlkə də başqa bir problem yaşayırlar, amma bizim əsas problemimiz dərmana riayətkarlıqdır. Yəni insanlar bilirlər ki, xəstədirlər, bilirlər ki, yüksək arterial təzyiqdən əziyyət çəkirlər, amma yenə də dərman qəbul etməyə nədənsə istəmirlər. Bununla bağlı bir sıra tədbirlər keçirilir və bu tədbirlər əsasən həkimlərlə keçirilir. Çünki əsas yük həkimə düşür. Xəstələrə başa salmaq, izah etmək, xəstəliklərinin nə qədər təhlükəli olduğundan, dərmanların nə qədər vacib olduğundan ona görə əsas biz bu tədbirləri keçirdirik. Sizin ümumiyyətlə tədbirlərdən əlavə özünüzün sosial şəbəkələrdə kifayət qədər aktiv fəaliyyətiniz var. Görürük konsultasiyalar, müxtəlif postlar və s. Bu barədə sual vermək istəyərdim ki, sosial şəbəkələrdə aktiv həkim olmaq Yasmin xanıma nə qazandırır? Mən sizə açıq deyim ki, heç nə. Elə sevmirəm bu sosial həyatı heç bir tərəfdən. Yəni sevmirəm. Mənim üçün bir çəkiliş etmək çox böyük bir problemdir. Birincisi vaxt baxımından, ikincisi mən heç kamera adamı deyiləm. Yəni kameraya danışmaq çox çətinlik çəkirəm. Mənə xoş olan bir şey deyil. Bəzən pasientlərlə danışanda o qədər gözəl cümlələr qururam. Fikirləşirəm ki, burada bir kamera olsaydı nə gözəl olardı. Yəni çox rahat hiss eləyirəm özümü xəstələrlə danışanda, amma kameraya danışanda çox da rahat olmadığımdan mən zövq almıram bu işdən. Amma hal-hazırda indiki zəmanə bunu tələb edir. Adətən xəstələr həkimi seçincə mütləq bir yaxından məsləhət istəyirlər. Kimsə Instagrama və ya TikTokdan həkim axtarmırlar deyə düşünürəm. Amma bir həkimi məsləhət etdikdən sonra bir doktora baxım görüm kimdir və daha çox baxdıqdan sonra özlərini daha çox yaxın hiss edirlər. Ən azından həkimdən məlumat almış olurlar. Bu şəkildə düşünürəm ki, öz həkimini tapa bilərlər. Söhbət ondan getmir ki, Yasmin doktor sosial şəbəkədə vardır, bu ən gözəl həkimdir. Belə deyil bir mənalı. Xəstə yalnız həkimi seçdikdən sonra, onunla görüşdükdən sonra bəzi belə münasibətlər yaranırsa və bu münasibətlər mütləq şəkildə ki, etibar əsasında olmalıdır. Bu çox vacib bir məsələdir. Mən həmişə deyirəm ki, etibar elədiyiniz həkimə gedin. O həkim sizə nə məsləhət versə, siz ondan fayda görəcəksiniz. Ona görə bu çox vacib bir məsələdir. Düşünürəm ki, həkimi gördükdən sonra xəstələr pasiyentlər biraz daha yaxşı özlərini güvənli hiss edirlər. Sosial şəbəkələr xəstəni sizə yönləndirə bilər, amma etibarı artıq sizi görəndən sonra qazanmış olur. Bir mənalı. Tamam. O zaman sizin brendinizə müsbət təsiri var
sosial şəbəkələrin? Düşünürəm ki, indiki zəmanədə var. Çox aktivam deyə də deyə bilməzdim. Mənim həyatım Instagramda göstəriləndən, yəni daha çox dolğundur. Çünki gün ərzində nə qədər pasientlərə baxırıq, bundan başqa elmi işlərlə məşğuluq, məqalələr yazıram, bundan başqa bir sosial həyatımız vardır. Yəni həkimlikdən başqa da bir hansısa bir bizim edəcəyimiz bir işlər var. Hansı ki, o sadəcə mən bacarmıram yaxşı çəkilişləri və ona görə mən bunu etmirəm. Özüm üçün edirəm. Bu barədə sual vermək istəyirdim əslində ki, klinik fəaliyyət, tədbirlər, sosial şəbəkələrdə aktivlik, bunlar arasında öz enerjinizi necə bölürsüz? Çox maraqlı bir sualdır. Adətən özümdən soruşuram. Sonra bir şey başa düşürəm ki, bu yəqin bir xarakterdir. Mən xüsusən bir şey etmirəm. Mənim üçün əsas məsələ həyatda disiplindir. Mən çalışıram həyatımı disiplin üzrə qurum və bəzən də mən də istəmədiyim bir şeyləri eləyirəm. Məsələn üçün mənim həyatımda ən böyük problem səhər tezdən durmaq. Deyirəm, görəsən saat 10-da başlasam nə olar? Başa düşürəm ki, heç bir şey olmaz, amma cəmiyyət deyilən bir şey var, məsuliyyət deyilən bir şey var. Mən də iş saatında saat 8:30-da universitet saatı ilə işdə olduğuma görə gərək ki, tezdən qalxım. O da mənim heç xoşuma gəlmir. Ona görə disiplin ön plandadır. Enerji hardan tapıram? Açığı deyə bilmərəm. Bu öz-özünə gələn bir şeydir. Mən xüsusən heç bir şey eləmirəm. Siz özünüz sağlam həyat tərzinə nə qədər önəm verirsiniz? Nə dərəcədə idmanla məşğul olursunuz? Mənim üçün sağlam həyat tərzi bəlkə də həyatımın təməlidir. Qidalanmaya çox fikir verirəm. Mütləq şəkildə idmanla məşğul oluram və pis vərdişlərim yoxdur. Və düşünürəm ki, bu hər bir insanın sağlam və uzun həyatın bir təməlidir. Hər kəs bu şəkildə eləməlidir. Bunun başqa yolu yoxdur. Hər hansı bir hazır yeməklərlə qidalandırdığımız halda, içki həddindən artıq qəbul etdiyimiz halda, siqaret çəkdiyimiz halda və idmanla məşğul olmadığımız halda uzun yaşasaq belə sağlam olmayacağıq. Ona görə məsələ uzun yaşamaqda deyil. Mən həmişə öz xəstələrimə də deyirəm. Bizim əsas məqsədimiz sizin uzun yaşamağınız deyil, keyfiyyətli yaşamağınızdır və yaxud keyfiyyətli və uzun yaşamağınızdır. İmkan olduğu halda keyfiyyətli və uzun. Budur əsas məsələ. Ona görə də mən də buna çox fokuslanmışam. Ümumiyyətlə qidalanmanın piramidası tamamilə dəyişdirilib. Artıq piramidanın bazisində karbohidratlar deyil, mütləq şəkildə protein və sağlıqlı yağlar. Protein dediyimizdə məsəl üçün yumurta, ət və s. Sağlıqlı yağlar dediyimizdə bu zeytun yağıdır, avokado yağıdır, kərə yağıdır, amma əridilmiş kərə yağıdır. Çünki kərə yağını qızdırmaq olmaz. Digər bütün yağlar, xüsusilə də plastik qabda olan yağlar qızdırılmamalıdır və biz ümumiyyətlə evdə bunu istifadə etmirik. Karbohidratlar düşüb ən sonuncu pilləyə. Yəni yeməyin əksəriyyəti protein, sağlıqlı yağlar, üstünə gəlir meyvə, tərəvəz, ən sonda karbohidrat. Yəni ən sonda az miqdarda karbohidrat qəbul edə bilər xəstə. Və bizim çox gözəl bir mədəniyyət süfrəmiz var və bizim mədəniyyət süfrəmiz də buna tamamilə uyğunlaşdırmaq olar. İnsanın həyatı xoşbəxt olması üçün ümumiyyətlə hər hansı bir məhdudlara qarşıyam. Yəni bunu eləmə, onu eləmə, diyet saxla falan. Diyet ümumiyyətlə sözü mənim xoşuma gəlmir. Çünki bu müvəqqəti olan bir şeydir. Bir insana müvəqqəti olaraq hər hansı bir ərzaqdan məhrum olmağı olar. 1 həftəlik, 2 həftəlik, yəni bir müvəqqəti olaraq. Amma uzun müddətli hər bir insana sən bunu yemə deyə dediyimizcə insanlar buna riayət eləmir. Bu ayrıca bir söhbətdir, çox uzun bir məsələdir və kardiologiyada da çox vacibdir. Çünki bəzi kardioloji xəstəliklərin də əsasında sağlam həyat tərzi olmamasıdır. Məsəl üçün yüksək arterial təzyiq ilk öncə piyləmədən və çoxlu duz istifadəsindən gəlir. Yəni bir xəstə duzun istifadəsi məhdudlaşdırırsa və çoxlu piyada gəzirsə, bədən çəkisi azalırsa, bəlkə də arterial təzyiqin dərmanlara ehtiyacı da azalmış ola bilər. Ona görə o dərəcədə sağlam həyat tərzi vacibdir bizim üçün də. Bir çox hallarda soruşurlar ki, məsələn, ürək-damar xəstəliklərinin qarşısını öncədən necə ala bilərəm? Əgər burada irsi belə deyək xəstəliklər yoxdursa, xroniki məsələlər yoxdursa, onda belə demək olarmı ki, sağlam həyat tərzi elə bu məqsəd üçün atılmış preventiv addımdır. Mən sizə bir şey deyim, irsi faktoru çox böyük bir rol oynayır. Aydın məsələdir ki, irsi biz bunu dəyişə bilmirik və epigenetika deyilən bir şey var ki, hansı ki biz bunu nətərsə dəyişə bilərik, amma bu başqa bir söhbətdir. İrsi faktoru olsa belə bir mənalı ürək-damar xəstəliklərinin profilaktikasının aparılması mümkündür. İlk öncə dəyişdiriləcək meyarlara təsir etməkdir. Nədir bu? Siqaret çəkməməsi, sağlam həyat tərzi, piyləmənin qarşısında alınmasıdır və xəstəliklərin vaxtında aşkarlanmasıdır ki, doğru düzgün şəkildə müalicə alınmasındadır. Bir mənalı budur formula. Səsləndikcə çox asan görsənir, amma həqiqətən də həyata keçirilməsi bəzən çətin olur. Çünki həqiqətən sağlam qidalanmaq çox çətindir. Mən özüm bunu elədikdən sonra yəni bilirəm ki, bu çox çətin bir məsələdir. Və insanlar bəzən dəstək istəyirlər ki, olmalıdır. Nutrisioloqlar var, psixoloqlar var, bununla da xüsusilə məşğul olanlar var. Bunlara dəstək lazımdır, düşünürəm.
O zaman irsi xəstəliklərin belə profilaktik tədbirlər görüldükdə qarşısı alınır. Ən vacib suallardan biri. Mən xəstələrlə çox söhbət eləməyi sevirəm. Niyə? Çünki hər xəstə mənim üçün çox maraqlı bir hekayədir. O qədər gözəl, maraqlı hekayələr eşidirəm ki, nədən istəyirsiniz danışırlar və mən bundan çox zövq alıram. Bizi zaten universitetdə də belə öyrədiblər. Biz də uşaqları indidən sonra bu şəkildə öyrədirik ki, xəstənin biraz danışdıqca özü öz diaqnozunu qoyur. Ətraflı suallar vermək lazımdır və mən çox ətraflı söhbət edirəm xəstələrlə. Birinci verdiyim suallardan da biridir ki, nəsildə ürək xəstəsi varmı? Xəstə yox dediyində belə mən başa düşürəm ki, bu yenə də o demək deyil ki, yoxdur. Soruşuram, atanız, ananız dururmu? Yox, atam rəhmətə gedib. Nə vaxt? 45 yaşı olanda. Nədən rəhmətə gedib? Təzyiqdən deyir. Amma halbuki bunu ürək xəstəliyi kimi qəbul eləmir. Birdən ağlıma gəldi, bu gün bir pasiyentə baxdığım zamanda elə demişdi. Nəsildə qəfləti həyatını itirmiş bir insan varmı? Yəni ananız, atanız deyirlər, yox. Mən başlayıram ətraflı soruşma. Ananız durur? Yox, anam çoxdan rəhmətə gedib. Neçə yaşı var idi? Deyir, 38. Heç mən anamı belə xatırlamıram, çünki özüm uşaq idim. Tam da nədən rəhmətə gedib? Bilmirəm, doktor sağlam idi yoxsa xəstə idi soruşam. Yəni pasteldə idi, xəstə idi. Yox, doktor sağlam idi. Birdən-birə rəhmətə gedib. İnsanlar dərk eləmirlər ki, öz yaxınlarını ürək-damar xəstəliyindən itirmiş olublar. Bəlkə də qəfləti ölüm nə deməkdir bilmirlər. Məsələ ondadır ki, hər bir qəfləti ölüm, səbəbi bilinməyən bir ölüm ürək olaraq qiymətləndirilir. Təbii ki, başqa bir səbəblər varmı soruşa bilərsiniz, var. Amma statistik olaraq digər səbəblər az rast gəldiyinə görə ölümlərin əksəriyyəti ürək kimi qiymətləndirilir. Ona görə də xəstələrdən çoxsaylı belə suallar verdikdən sonra irsi faktoru da aşkarlayırıq. Amma bu olsa belə bir mənalı ürək-damar xəstəliklərinin profilaktikasının aparılması mümkündür. Ən azından xəstəliklərin vaxtında aşkarlanması məsələ üçün. Xəstəlikləri vaxtında aşkarlamaq istəyənlər nə zaman müraciət etməlidirlər həkimlərə? Profilaktik olaraq da müraciət etməlidirlərmi ki, məsələn, gedim yoxladım, görüm ürəyimdə nəsə varmı? Mən düşünürəm ki, ildə bir dəfə poliklinikada, ailə həkimdə və ya ümumi terapevtdə mütləq şəkildə hər kəs yoxlanılmalıdır. Terapevt çünki ətraflı suallar verir, bazis müayinələrə göndərir və bazis analizlər istəyir. Və ondan sonra əgər bu müayinələrdə hər hansı bir problem aşkarladıqda mütəxəssisə yönləndirir. Kardioloqa, nə bilim, böyrək həkimə, ürək həkiminə, başqa bir həkimə, endokrinoloqa göndərə bilər. Ona görə mən düşünürəm ki, hər bir xəstənin heç bir şikayəti olmasa belə mütləq şəkildə ailə həkimi və ya terapevti görməlidir. Odur ki, düşünək ki, ürək-damar xəstəlikləri də çox yayılan bir xəstəliklər olduğuna görə bəlkə də sırf kardioloqunu da görməyi tövsiyə edərdim. Zaten poliklinikada bizdə hər yerdə kardioloq mövcuddur. Çox çətin bir şey deyil. Mütləq şəkildə ildə bir dəfə bir həkimi görmək lazımdır. Niyə terapevti deyirəm? Çünki terapevt zaten rengenə göndərəcək, tək ürək deyil, ultrasəs müayinəsinə göndərəcək, digər bir müayinələrə göndərəcək, hansı ki, tək kardioloji deyil, bəlkə də digər və problemləri aşkarlaya bilər. 5 il əvvəl ümumiyyətlə əl çatan olmayan bir artıq əlçatan eləyə bilər. İcbari tibbi sığorta bir sıra xəstəliklərin müalicəsini təmin edir və bir sıra insanlar ki, hansı ki 5 il əvvəl düşünülə belə bilməzdi ki, bu insan bunu tamamilə ödənişsiz şəkildə dövlət dəstəyi ala bilərlər. İndi hal-hazırda hər kəs üçün bu vardır. Özünüz Avropa ölkələrində də olmusunuz, maraqlanırsınız belə deyək, dünya qlobal təcrübəsi ilə. Azərbaycan cəmiyyəti ilə bağlı belə bir ertələmə problemi var ki, məsələn, həyat sığortasıdır, müxtəlif kritik xəstəliklərdən sığortadır. Bunları sanki ertələyirlər və yaxud da hələ ki tezdir, hələ lazım deyil deyirlər. Sizcə bu düşüncəni necə dəyişmək olar cəmiyyətimizdə? Bilirsiniz, bizim cəmiyyətimiz çox pozitiv düşüncədə olan bir cəmiyyət. Heç kimin ağlına gəlmir ki, sabah bir şey ola bilər. Halbuki heç kim sığortalanmayıb hansısa ola biləcək hadisələrdən və bunlardan biri də məsəl üçün ürək-damar xəstəlikləridir. Hansı ki, birdən-birə qəflətən gəlmiş ola bilərlər. Düşünürəm ki, sığorta söhbətinə gəldiyimizdə insanlara bəlkə də biraz daha çox maarifləndirici tədbirlər aparmaq lazımdır, başa salmaq lazımdır. Onları dərk etdikdən sonra bəlkə bir sıra insanlar, hansı ki daha çox inkişaf ediblər və s. bəlkə də düşünürəm ki, sığorta və həyat sığortasından düşünə bilərlər. Buna məncə biraz zaman lazımdır. Ümumi kütləyə bunu başa salmaq, bu informasiyanı çatdırmaq biraz çətin məsələdir. Hələ ki Azərbaycan ümumi populyasiya üçün buna hazır deyil deyə düşünürəm. Növbəti sualım qismən özümlə də bağlı, özümə maraqlı olan belə deyək bir sualdır. İdman tərzindən danışdıq, idman eləməkdən danışdıq. Qarşıdan Bakı marafonu gəlir. Əlbəttə ki, marafon özü kifayət qədər fiziki güc tələb eləyir. Marafonda iştirak edəcək şəxslər üçün nə məsləhət görərsiniz? Çox gözəl bir təşəbbüsdür əslində marafonun keçirilməsidir. Amma düşünürəm ki, ora qatılan insanlar bəlkə də seçilməlidir. Mən açığı ora iştirak eləmirəm. Halbuki mən özüm idmanla məşğul oluram, amma iştirak edən insanları tanıyıram. Marafonda iştirak edən insanlar üçün çox vacibdir əvvəldən hazırlıqlı olmasıdır. Yəni insan
insan birdən-birə gəlib ki, mən marafonda iştirak eləmək istəyirəm, edə bilməz deyə düşünürəm. Ümumiyyətlə bütün xəstələrimə kim istəyir ki, idmanla məşğul olmaq, mən əvvəlcədən kardioloji check-updan keçməyi tövsiyə edirəm. Bizdə bilinən bir stres test EKG bir müayinəsi var. Bu müayinədə ürəyin yükə olan cavab olaraq nədir deyə biz görürük. Əgər insan hazırdırsa buna, o şəkildə gedə bilər. İkinci, marafonda düşünürəm ki, yavaş-yavaş məsafəni artıraraq insan gələ bilər. Yəni birdən-birə heç 10 metr də qaça bilməyən insanlar var təbii ki və bu bunlar üçün təhlükəli ola bilər. Digər bir tip insanlardan danışaq, hansı ki hazırdırlar, onlar ümumiyyətlə mütləq şəkildə kardioloqu görməlidirlər. Çünki xüsusilə də yüksək intensivli yük altında olan insanlar, hansı ki marafonçular da onlara aiddir və digər də idmançılar bunlara aiddir. Onların ürəyində xüsusi bir kiçik bir fibroz, yəni birləşdirici toxuma nöqtələri əmələ gəlir və bu birləşdirici toxuma nöqtələri bunların həyatı üçün təhlükəli ola bilər. Bu mütləq şəkildə araşdırılmalıdır. Bazal metodlar, müayinə metodları aparılmalıdır və ancaq bu birləşdirici toxuma əmələ gəlmədiyində bu insan həqiqətən marafonda iştirak edə bilər və özünə kifayət qədər böyük bir yük verə bilər. Əks halda düşünürəm ki, bu professional idmançılara belə təhlükəli ola bilər. O zaman marafon iştirakçılarının hamısına tövsiyə edirik ki, mən tövsiyə edirdim kardioloqu görməyə və çox rahat, zaten çox zaman da istəmir. Ən azından təməl müayinələrdən keçməsini tövsiyə edərdim. Ümumiyyətlə nəinki marafonçulara, hər kəs idman zalına gedənlər mütləq şəkildə kardioloqu görməli və kardioloqlardan bir tövsiyə almalıdır. Bəs texnoloji məsələlərdən danışsaq, dünyada istifadə olunan, kardiologiya sahəsində istifadə olunan elə bir texnologiya varmı ki, Azərbaycana hələ ki gəlməyib, amma gəlməyini istəyərdiniz və yaxud da son illərdə texnoloji yeniliklər olub Azərbaycanda və bunu bəyənirsiniz? Kardiologiya sahəsindən danışsaq, çox qürurla deyə bilərəm ki, Azərbaycanda kardiologiya çox gözəl inkişaf edib. Ən çətin məsələlərdən danışım, yəqin bilirsiniz ki, oktyabr ayında 2025-ci ildə Qafqazda ilk olan ürək transplantasiyası məhz Azərbaycanda olub. Bu bizim üçün çox böyük bir fəxrdir. Mən şəxsən bir kardioloq olaraq çox qürur duyuram ki, Qafqazın ilk ürək transplantasiyası məhz Azərbaycanda olub. Təbii ki, bu transplantasiya hallarının daha da rutin formata çevrilməsində hələ bir uzun yol var. Burada həm kardioloqlar, həm kardiocərrahların da inkişafı lazımdır, həm insanların da hazır olması lazımdır. Bu başqa bir məsələ. Ümumiyyətlə kardiologiya çox gözəl inkişaf eləyib. Bəzi çatışmayan şeylər vardır. Bu sadəcə zaman bir sualıdır və zaman içərisində o da həll olunacaq. Texnologiya ilə yanaşı insanların bir çox hallarda üst tutduğu sahələrdən biri xalq təbabətidir. Türkiyə şəhərə dediyimiz şeylər. Xalq təbabətində Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı düzgün olan inanclar hansılardır sizin fikrinizcə? Mən ümumiyyətlə xalq təbabətinin barədə heç bir şey deyə bilmərəm. Niyə? Çünki bizim danışdığımız müalicələr, müayinələr, elmi tədqiqatlar əsaslı, sübut əsaslı bir tipdir. Əgər hər hansı bir sübutu olmadığı halda biz heç bir halda bu müalicəni heç bir xəstəyə tövsiyə edə bilmirik və etmirik. Ümumiyyətlə xəstələrə həmişə izah edirəm ki, biz yazdığımız resept dokumentdir. Burada dərman var. Qol çəkirəm və peçatımı vururam. Əgər hər bir şey olduğu halda ki, Azərbaycanda bu hələ olmur, amma zamanla olacaq. Mənim məhkəməyə verdiyiniz halda mən cavabdeyəm bu reseptə görə və mütləq şəkildə mənim bir əsasım olmalıdır. Hansı dərman nəyə görə yazdığıma görə. Ona görə Türkiyəçarə metodların heç araşdırılması yoxdur. Ona görə bunların haqqında nə pis, nə də ki, yaxşı danışa bilərəm. Bir şey deyim. Profilaktikasında insanlar çox sevirlər. Cəfəri ilə məsəl üçün sarımsağı qarışdırırlar. Deyirlər bu damarı təmizləyir. Yəni açığı mən bilmirəm, damarı təmizləyirmi, təmizləmirmi. Amma bilirəm ki, dərman birmənalı yaxşı təsir edir. Ona görə xəstələrə belə tövsiyə edirəm. Yaxşı siz cəfəri ilə limon, sarımsaq qarışığını yeyin, amma yanaşı olaraq dərmanınızı da için. Yəni bu şəkildə məhdudlaşdırmıram. İndi nə dərəcədə kömək eləyirəm, mən söz deyə bilmərəm, çünki bilmirəm. Araşdırma indiyənə qədər mən aparmamışam, məndən əvvəlki də heç kim aparmayıb, bilmirəm. Bir söz deyə bilmərəm. Doktor, sizin iştirak etdiyiniz layihələr arasında xoşunuza gələn, ən maraqlı olan, ən yadda qalan layihələrdən danışmağınızı istəyərdim. Ümumiyyətlə, əgər Azərbaycan Kardiologiya Cəmiyyətinin layihələrindən danışırsınızsa, 3 mart tarixində bizim böyük bir tədbirimiz məhz Azərbaycan tibbinin güclü qadınları adı ilə olan bir ictimai sosial bir layihədir, bir tədbirdir. Tədbirin əsas məqsədi Azərbaycan tibbi tarixində indiyənə qədər olan vacib, böyük bir rolu, əhəmiyyətli bir rolu olan qadınları daha da önə çıxardıb və ümumiyyətlə tibb icmaiyyəsinə bunu çatdırılmasıdır. Ona görə bu layihə mənim üçün çox vacibdir. Doktor, son olaraq izləyicilərimizə məsləhət verə biləcəyiniz hər hansı bir film, kitab
Ümumiyyətlə sizin tövsiyələriniz nə olardı? Kitab oxumağı çox sevirəm, amma bir sıra kitablar var ki, hansı ki, bəlkə də mənim həyatımda çox böyük bir rol oynayıblar. Bu tək bir kitab deyil. Bunlardan biri Şantaramdır. Biraz böyük kitab olsa da, amma düşünürəm ki, hər bir insan bunu oxumağı vacibdir. Bundan başqa tövsiyə edə biləcəyim və mənim üçün həqiqətən həyatımda təməl qoyan kitab Elif Şafakın Aşk kitabıdır. Filmlərdən isə bəlkə də Roma tətilləri tövsiyə edə bilərdim. Bu mənim üçün həqiqətən bir nümunəvi bir filmdir. Düzdür, biraz düşünərək bunu tövsiyə elədim. Niyə? Çünki mən düşünürəm ki, orada şahzadədir və o sadə bir həyata düşür. Orada kişi bir şahzadəyə olaraq özünün nə dərəcədə düzgün aparılması göstərilmişdir. Ətrafdan asılı olmayaraq öz davranışları dəyişilməyən bir şahzadə mənim üçün nümunə idi. Yəni əgər bir insan şahzadədirsə, onun harda olduğundan və ətrafda kim olduğundan asılı olmayaraq o mütləq şəkildə şahzadə qalmalıdır. Kişi isə yenə də onun ətrafından kim olduğundan asılı olmayaraq özünü bir əsl kişi kimi aparılmalıdır və düşünürəm ki, bu film bu baxımdan bəlkə də məsləhətli ola bilər. Çox maraqlı seçimlər idi. Həm film, həm də kitablar. Təşəkkürlər. İzləyicilərimizə ümumi məsləhətiniz varmı? Doktor olaraq. Bir cümlə ilə sadəcə. Bəlkə də deyə bilərəm ki, öz sağlamlığınıza öncədən fikir verin. Mən bütün xəstələrimə həmişə belə tövsiyələr verəndə bir nümunə çəkirəm ki, biz həmişə məsəl üçün qatara minəndə mütləq platformaya öncədən gəlirik və orada qatarın gəlişini gözləyirik. Qapılar açılır və biz rahatlıqla qatara minirik. Bir də var ki, siz getmiş qatarın dalıyca qaçırsınız. Bəs siz qaçırsınız, əlinizdə əşyalar var, çox uğursuz bir şey olur və bəlkə də zədələnirsiniz qaçaraq. Qatarda getmiş olur. Məsələ ondadır ki, bir xəstəlik hadisələri ümumiyyətlə qabaqlamaq lazımdır xəstəliklərdə. Ürək-damar xəstəliklərin və ümumiyyətlə xəstəliklərin profilaktikası aparan adam zamanında platformaya gələn və rahatlıqca qatarı gözləyən bir insandır. Mən belə bir nümunə həmişə gətirirəm. Ona görə sağlamlığınıza diqqət edin, zamanında həkimə müraciət edin ki, heç bir xəstəlik sizin başınıza gəlməsin. Çox maraqlı nümunələriniz var ümumiyyətlə. Siz dediniz, biri də mənim ağlıma gəldi ki, ürəyin daxili orqanları mədəcik və qulaqcıqlardır. Bir yerdə oxumuşdum ki, ürək hər şeyi eşidir və hər şeyi həzm edir orqan olaraq. Ona görə ürəyin qeydinə qalmaq əlbəttə ki, vacibdir. Çox da ürəyinizə salmayın. Eşitdiklərinizi və yediklərinizi. Bu ən qəşəng məsləhət. Ürəyinizə salmayın heç bir şey. Doktor, çox maraqlı müsahibəyə görə təşəkkür edirəm. Bizi izləyənlər üçün çox maraqlı və faydalı müsahibə oldu. Sizinlə isə sağollaşırıq. Növbəti verilişlərə dək.